Sistem Bəxtiyarəm, xaricdə necədir? Xaricdə əhali var da. tələbə hüquqa girib oradan məzun olmaya bilsə, ondan sonraki gələn etaplar görsə ki, bu hüququ oxumaq Bəli. elə belə şey deyil, o Bəli. gedib hüququ tərcih eləməyəcək. Mən sizə bu belə bir günləri- sual verim. Ya, Dünya reytinqində 1000-liyə heç demirəm, 500-liyə düşən universitetlərin hansının qəbul imtahanı bu qədər çətindir? heç birin. Yəni Amma özəlliklə reytinqdə ilk 500-lükdə var. yəni biz siz məsələn Onların hamısında müəyyən beynəlxalq imtahandan keçməsi. tamam SAT deyək də nə Yəni imtahanıdır. bilirsiniz necədir? Bizdə çox Sual qəribə, verdi, cavab verək də. üzr istəyirəm, qəribə bir tendensiya var. Məsələn, Azərbaycanda da xarici vətəndaş gəlsin, tibb universitetinə gəlsin, Bakı dövlətinin hüququna gəlsin, hara gəlir gəlsin, xarici vətəndaş gətirir, atestatını verir, müqavilə bağlayır, oxuyur. Amma bizim yerli vətəndaş imtahanı verməlidir. Türkiyədə xarici vətəndaş gəlir, universitetlə müqavilə bağlayır, atestatla oxuyur. Amma türk vətəndaşı o Yox, bir Amerika Məncə də. Biz Yəni burada ki, indi bu niyə onda bizim xarici- özümüz ki, Hə. o elə həmin atestatı xarici vətəndaş kimi gəlib verir, Bəli. pul yaxşı Harda var mütəxəssis ki, olmasın. harda var ki öz vətəndaşı heç bir imtahan vermədən İmtahan verir, SAT Rusiyadə var, verir. SAT Rusiyada imtahanı var. verir. Deyin də dünya təcrübəsində Yəni Polşa necədir, Almaniya necədir? ACT verir, Almaniya abitur verir. Bəli. Nədir gəlin baxaq görə orta məktəbdə ixtisas aldılar. Siz Almaniyada repetitor yanına gedən tələbə görmüsünüzmü? Yox. Şimdi Yəni Almaniya Azərbaycanda kursa aybi diploma proqramını qutarır. Biz onu xarici ingilis dilli ixtisasların hamısını qəbul edirik. Kim SAT-ni verir, universitetdən hamısını bir dənə qəbul adam edir. universiteti qəbul edir. Mən indi soruş Amma qəbul olunmuş dünya normalarında tanınmış universitetlər, mən elə belə soruşmadım, ilk 500-yə düşən universitet. Var. Azərbaycan universiteti varmı onun içində? Xeyr, Azərbaycanda Amma ən çətin imtahan Time bizdədir. Tiger Education'da Bəli. 2 universitetimiz var. Orada 1500 plusdadır. Hə. QS-də var. O da ki mən o reyting sıralamasını Tamam. qəbul edirəm. İlk minlikdə yoxuq. Amma ən çətin suallara görə Orada birinci deyil. meyarlar başqadır axı.